Qulaqlarından pambığı çıxart və yaxşı eşidə bu İsaq. Mən gedəsi deyiləm. Gedən deyilsən? Səninki bir ayağın gördədir, qoca. Ha, cəzakumullah xeyra. Xoşum gəldi. Deməli, hələ də doğuşan kimi ayıq sayırsan. Mən düşməni arxa çevirən, qaçan və təslim olan adam deyiləm. Onda de ki, ölməliyəm. Rəhmətliyin oğlu, urdla qiyamətə qalmayacağam ki. Arzum var idi ki, sağ qalım Hüseynin qatillərinin zillətini görüm, gördüm də. Hələ üstəlik, 1-2 ayda sağ qalmışam. Biraz da sağ qalmaq məcburiyyətindəsən. Niyə məcburam? Qalmağa məcbursən ki, qiyamda yaşasın. Bundan sonra qiyamın həyatı sənin qələminə bağlıdır. Bu elə də çətin iş deyil. Azacıq yazmağı və oxumağı bacaran hər fəzilətli adam bunun öhdəsindən gələ bilər. Bəli. Hanı o cür insaflı adam ki, ədalətə əməl eləyərək nəfsinə hakim olsun? Yalanı doğru, doğrunu yalan kimi cilvələndirməsin. Məzhəb və məramını müdafiə eləmək üçün həqiqəti təhrif eləməsin. Sən insaflı, dindar və alim adamsan Ubeydə. Bizim pisliyimizin də, yaxşılığımızın da hamısını yaz. Mən yorulmuşam Əbu İsaq. Mən bu cəmaatın axmaqlı, xiylə və dünya pərəstliyindən bezmişəm. Sən saqqalını and verirəm. İcazə ver birlikdə köç eləyək. Çənəni yorma Ubeydə. Bizdən sonra cəmaatın bizi qəzavət eləməsi sənin yazdıqlarından asılıdır. Gərək qalasan, Muxtarın qiyamını olduğu kimi yazasan. Əmirin şorsu ilə çinməsi, özü də hamının gözü qarşısında, hikmətsiz deyil. Hara Əbdürrəhman? Gedirəm ona təqlid edərək şəhadət qüsulu verim. Bir ildə arvad uşağımızın üzünü görmürük. Cihadın savabı və qənimət var. Bir il savab 7 arxadan dönənimizə də çatar. Qəniməti qalanlara bağışlayıram. Nə vaxta qədər cəmaatının müsəlmanlıqdan əsər əlaməti olmayan qərib diyarda avara olmalıyıq. Mücahidlərə ata qatili kimi baxırlar. Gözlərindən nifrət yağır. Dodaqlarında isə təbəssüm var ki, minlərlə söyüşdən də pisdir. Sən niyə özünü cəmdə hallandırırsan? Çünki mən özüm deyiləm. Bu cəmaatın diliyəm. Deməli, ümumi üsyandır. Üsyan yox. Bu mücahidlərin öz əmirlərindən qanuni istəkləridir. Vəzifələrini müəyyənləşdirmək istəyirlər. 2 aya yaxındır ki, Kufə sarayını mühasirəyə almışıq və fəthi üçün günü günə satırıq. Niyə? Axı niyə? Niyəsi hərbi sirdir, mücahid. İstəyirsiniz əmirləriniz döyüş sirrini car eləsinlər? Xeyr. İstəmirik, əmirlərimiz əllərinin üstünə qoymasınlar ki, düşmən də ürəyi istəyəni eləsin.
Mən sarayın qüllələrindən bütün mühafizəçilərlə dost olmuşam. Hər keşikdə olanlarla danışmışam. Vəziyyətləri yaxşıdır. Yaxşı yeyirlər, yaxşı yatırlar, yaxşı içirlər və gözləyirlər ki, qürbət bizim belimizi qırsın. Yalandır müsəlman. Sizi məyus eləmək istəyirlər. Kufə sarayının hər yeri su və azüqə olsa belə, orada həbs olan 7000 nəfərin qarnını doyura bilməz. Eşitmişəm sarayın daxilindən ərzaqla dolu olan gizli ambar əldə eləyiblər. Cəllal Xaliq, sən inanırsan? Muxtarın möcüzələrinə görə bəli. Deməli qəriblik, arvad uşaqdan uzaq qalmaq Bəni İsrailin lobya və mərci hekayəsidir. Bir dəfəlik buyurun, Həzrət İblis bizi qıdıqlayır ki, muxtarın möcüzələrinə təslim olaq. Qalanları isə bəhanədir. Əmir, dinsiz, yalancı muxtar istəyir mühasirənin müqavimətini uzatmaqla bizi iflic eləsin. O təslim olmalı olsaydı, namusunu düşməninin qılıncına təslim eləməzdi. Afərin Mücahid. Əhsən sizlərə. Mən də buna bənzər nəticəyə gəlmişəm. Görünür, muxtarın düyünü əllə asılan deyil, gərək dişlə asasan, dişlə. Cəsarət olmasın, əmir. Bizim məqsədimiz... Haq sözün cavabı yoxdur, müsəlman. Biz müqəddəs şəriətin əmri ilə Allahsızlara fürsət verdik ki, peşman olub tövbə eləsinlər. Onlarsa peşman olmadı və tövbə də eləmədilər. Odur ki, səbir eləmək əmri boynumuzdan götürüldü. Allah istəsə, sabah gün batana kimi muxtarın məğlub edilməzlik əfsanəsi və möcüzələrinə batil möhrü vuracam. Yəbnə hör. Xidmətinizdəyəm, ya əmir. Mancanaqla darvazanın yuxarısındakı tizab turşusu küplərini sındırın ki, sarayın daxilinə yol açılsın. Oldu, əmir. La hövlə və la qüvvətə illah billah. Dünya bütün gözəlliyi və əzəməti ilə bir gün öləcək. Günəş və ulduzlar bütün parlaqlıqları ilə sönəcək. Dağlar bütün ucalıq və qürurları ilə birgə çökəcəklər. Dəryaların suyu tutqunlaşaraq qaynayacaq. Meşələrin yaşıllıqları od kürəsinə atılmış dəmir kimi yanıb qızaracaq. Belə bir vəziyyətdə insan evini su basan qarışqa kimi olacaq. Və özünü itirmiş halda o tərəf bu tərəfə qaçacaq. 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 Bəs hardadır cənnət-ül məva? Özü ilə beşin arasında bir körpü maniyəsi görəcək. Bu körpü
Bu körpü gah enli, gah dar, gah saf, gah da kələ kötür, gah iti, gah da sürüşkən olacaq. Onun necəliyini bu dünyadakı əməllərimiz müəyyənləşdirir. Zalım hakimlər üçün tükdən də nazik, sürüşkən və sürüşkəndir. O gün bədənimizin bütün üzv və hissələri bizim ədalət və ədalətsizliyimizə şəhadət verəcəklər. Heç bir əməl ədalətsizlikdən dəhşətli olmayacaq. Siz neçə vaxtdır ki, öz işlərinizin ixtiyarını Muxtar Əbu Übeydi Səqəfiyə tapşıraraq, istədiniz ki, aranızda ədalətlə hökumət eləsin. Gücüm çatan qədər sizin istəyiniz üçün çalışdım və ədalətsizliyə qarşı vuruşdum. Mən hər kim və hər nəyəmsə, Allahım daha yaxşı bilir. Bədxahlar məni kəzzab adlandırır. Zalimlar, dünyapərəs, qüdrət-tələb adlandırırlar. Günahdan uzaq olan yalnız Allahın vəlisi və vəsisidir. Gizlətmirəm ki, qiyam yolunda bəzən ayağım büdrəyib, bəzən əlim, dilim xəta eləyib, qulaqlarım bəzən eşitməyib, gözlərim bəzən görməyib. Allahdan istəyirəm ki, məni bağışlasın. Allah bağışlayanların ən rəhimlisidir. Bugün istəyirəm hilə ilə müharibə eləyim. Dinin ən böyük bəlası. Riya bir üzündə Allahın adı, o biri üzündə iblisin şəkli olan sikkə kimidir, dəhşətlidir. Avam Allahını görər, mərifət əhli iblisini. Bu cür alnı səcdədə, ayə oxuyan zahirdə dindar adamların əlindən, əlinin qəlbindən necə qanlar axıb. Ey iman gətirənlər, iman gətirin. Sizə söz verirəm, əgər qiyamın ilk günlərindəki kimi qılınc vursaz, qalibsiz, hiləgər düşmənə qələbə çalarsınız. Sizin aranızda təsadüfən elələri var ki, təslim olmaq fikrindədirlər. Mən onlardan beyyətimi götürürəm və höccətimi tamamlayıram. Riyakar düşmən sizə müqavimətinizi qırana qədər imkan verəcək. Qələbədən sonra şək eləməyin, o boynunuzu vuracaq. Və əmma be neməti Rəbbikə fəddis. Əmir doğrudan meydana getmək istəyir? Müşahidələrə əsasən belə görsəniz. Bizim müqavimətimiz düşməni təngə gətirib. Mənim dəqiq məlumatım var ki, Küfə cəmaatı Zübeyirlərin qoşununun şəhərin daxilində olmalarından beziblər. Vəziyyət bu minvalla irəliləsə, düşməni hesablaşmaqdan əl çəkib, geri çəkilməyə məcbur olacaq. Əminsən? Hə, ehtimal olunur. Zübeyirlərin qoşunu Küfədə qəribdilər. Arvad uşaqları, evləri üçün darıxıblar. Azuqə və yem tapmaq da onlar üçün çətindir. Düşmənin inəyinin dərisini soyub, quyruğuna çatmışıq. Rəva deyil ki, əl çəkək. Əmirlə danış. Bəlkə bu dəlillərinlə onu razı salasan.
Əmir sənin sözlərini də yaxşı eşidir, nəinki mənim kimilərin. Məni üzürlü hesab elə İsmail. Muxtar cihad işlərini məndən daha yaxşı bilir. Mənim vəzifəm ona iqtida eləməkdir. Nizə və qılınc dəryasına baş vurmaq cihad deyil, intihardır. Bu elə bir kişinin inancıdır ki, iddia eləyir rəhbəri Hüseyin İbni Əlidir. Səndən gözlənilməzdi. Gözlənilməzdi ki, bir ömür cihad elədikdən sonra Zübeyirlərin məntiqi ilə danışasan. Dayanın, dayanın. Əmir, fasilə çox olsa, zərbənin qüdrəti az olar. Yaxın da olsa yuxarıdan keçib düşər. Qüllənin yuxarısındakı tizab küpünü görürsən, gərək küplər vurasan. Bəsdir. Nişan alın. Hazır. Vurun. Kaçın! Alçalarla vururlar! Kaçın! 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 Açın darvazanı! Nə eləmək istəyir? İntihar. Artıq kəfənini də geyinib. Cəfərin nazarı düzdür müəlləb. Muxtar meydana gəlib ki, təkbətək döyüşsün. Çox güman ki, səni də döyüşməyə çağıracaq. Hazırlaşmaq istəmirsən? Başıma at təpməyib. Cəfər, elə fəryad eləyin ki, məni döyüşməyə çağıra bilməsin. Qəsdən ayə oxuyurlar ki, söz deyə bilməyəsiz. Allaha şükür ki, riyanı ayırt eləməkdə səhv eləməmişəm. Hara dəlilər, canınızdan bezmisiniz? Kənara, kənara!
Allaha and olsun bu cəmaat qoyun sürüsü kimi sallaxanada qırılacaqlar. Gördünüz? Gördünüz ki əmirin qabaqsızdan söylədikləri baş verdi? Hər kim ki donuzların kölgəsində yaşamağın, xiffətini şərəflə ölməkdən üstün bilirsə, qalsın. Muxtarın vəsiyyətini unutmayın. Tezliklə peşman olacaqsınız ki, niyə əmirinizin sözünə qulaq asmadınız və yalancıların vədəsinə təslim oldunuz? Muxtardan eşitdim ki, sabah böyük bir qırğında boynunuzu bir-bir vuracaqlar. Sahib, bu cemaat adamdır, qoyun yox. Musəv 7000 əsirin boynunu vurmalı olsa, onların qanının dəryasında boğular. Deməli, hiləgəri tanımamısan İsmail. Hiləgəri tanıyıram sahib. İtiraf edirəm ki, Muxtarı tanımamışam.
İnna lillahi və inna ileyhi raciun. Əgər düşsəydin, riyakarları öldürərdik.
Tarik. Bəli, Tarik. Başının dəyəri nə qədərdir? Muxtarın başı çox dəyərlidir, Tarik. Qaydaya görə başının ağırlığında qızıl verməlidirlər. Nə eləmək istəyir Tarik? Səhv eləmirəmsə, Muxtar əlinin qətl olunduğu yerdə ölmək istəyir. Gəlin.
Bu miniyin mehtəri sizsiz? Əmir layiq bilsə, bəli. Tərs və xam deyil. Minməyə qoyur? Hər miniyin bir qılığı var. Siz mini tanıyansınız, əmir. Bu miniyi iram eləmək, Muxtarı öldürməkdən çətin deyil. Odur ki, minin, çapın və əzzalın. Öldürdük! Səqəfi yalancısını öldürdük! Əmir, bizim bütün düşmənlərimiz əsir olublar. Ərəb və əcəmlər əli qolu bağlı əmirin hökmünü gözləyirlər. Sayıları 7000 nəfərdir. Hamının boynunu vurun. Bu qan dəryası onun mənzilini hazırlayır. O cür zərbədən sonra Bəni Zübeyir hökumətinin rəqibi olmayacaq. Əsvət, Bəni Zübeyrin məsləki ilə dünya və axirətdə həsrət içində qalacaqsan. Mühəlləm, elə bir kəsə kömək əli uzatmısan ki, namərdlərin üzünü ağ eləyəcək. Bu miniyin də fatihəsini oxu, Əbu Müflis. Onunki də çox çəkməyəcək. Bugün istəyirəm hilə ilə müharibə eləyim. Dinin ən böyük bəlası. Riya bir üzündə Allahın adı, o biri üzündə iblisin şəkli olan bir sikkə kimidir. Riyakar düşmən sizə müqavimətinizi qırana qədər imkan verəcək. Qələbədən sonra şək eləməyin, o boynunuzu vuracaq. Allaha and olsun ki, əgər bu cəmaat qoyun olsaydı və Müsəbin atasının mirası olsaydı, yenə də onları öldürmək israfçılıq olardı. Əssalamu aleykum, Zaidə. Biz gec gəlməmişik ki. Kənara çəkilməliyik, İbrahim. Xəbər var ki, gərək özün eşidəsən. Nə olub, Zaidə?
Əbu İshaq səni çox gözlədi. Gec tərpəndin İbrahim. Küfədən Mosula gedən yolda xəbər verdilər ki, qiyam yatırıldı. Əbu İshaq. Əbu İshaq hardadır? Allahın rəhmətinə qovuşdu. Əlbəttə, Sabit hələ bilmir. Qardaş! Mən hüccəti tamamladım. Qoy Allah məni şəkk eləyən və bədgüman insanlardan qorusun. Dayan Əbu İshaq. Əlini uzat Əbu İshaq. Əbu İshaq. Ürəyim istəyir Malik Əşlərin adını yenidən dirildim. Malik ölməyib İbrahim. Malik Əşlər ölməyəcək. Onun adı qiyamətə qədər şiyələr üçün işıq saçacaq. Biz isə elə bir dastan qoşmalıyıq ki, özümüz itməyək. Abbas İbn Əlinin niyyətinə, Qəmər ibn Haşim olduğu və mənim üçün ondan və Malikdən danışdığım xatirəyə görə Abbas ayın 14-cü gecəsi asimanda tam göründüyü üçün düşmənə yürüş eləyəcək. Əgər sənin dövlətin Əlinin rəngini və qoxusunu verməsə, heç bir dəyər olmaz. Biz vuruşuruq ki, Əlinin dinini qaldıraq. Qalxmışıq ki, Əlinin ədalətini yaşadaq. Hər minik öz palanını istəyir Əbu İshaq. Bucaq cəlallı sarayda taxt əvəzinə sadə kürsüdə əyləşmək yamaq kimidir. Biz bu saraya yalnız bir neçə günlük qonağıq İbrahim. Təzə ayaq açan hökumətimiz uşaq kimi yol getməyi öyrənən kimi pal-paltarımızı yığıb sadə bir evdə, sadə bir kürsüdə əyləşəcəyik. Ey cəmaat, ey möminlər, ey Allahın müxlis bəndələri! Əgər məni özünüzün əmanətdarı bilirsinizsə, məndən Quranın əsasında Peyğəmbərin yolu ilə, Əli ibn Əbu Talibin təriqəti ilə Peyğəmbər əhl-i beytinin qatillərindən qisas almaq əsasında beyyət eləyin.